Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri mən sizə cemli bulqunun hazırlama qaydasını göstərirəm. Videoda gördüyünüz kimi bütün ərzaqları ardıcıl olaraq əlavə eləyib yumşaq xəmir yoğururuq. Sonra üstünü örtürük, 1 saat acımağını gözləyirik. Hissəyə bölürük, kündəliyirik. Kündənin biri 100 qramdır. Sonra yenə də kündənin üstünü örtürük. Bir 15 dəqiqədə bu cür saxlayırıq, biraz da mayalansın. İstədiyiniz formada bulkaları hazırlaya bilərsiniz. İçlik olaraq mən cemdən istifadə elədim. Siz şokoladdan qatılaşdırılmış süddən də istifadə eləyə bilərsiniz. İçliyi doldurub düzürük soba qabına. Üstünü salfan klokla örtürük. 10 dəqiqə, 15 dəqiqə bu cür saxlayırıq. Sonra yumurta sarısı və duru yağ qarışımından üzərini fırça ilə çəkib, öncədən isidilmiş sobada 175 dərəcədə alt-üst rejimdə üstü qızarana dək bişiririk. Budur, artıq bulkalar hazırdır. Fikir verirsiniz əzizlərim necə gözəl alınıb, yumşaq pambıq kimi. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı unutmayın. Allaha əmanət olun.